Keçirik Asiyaya. Demək ki, Asiya qitəsi şimalda ən ucqar nöqtəsi Çelyuskindir. Şərqdə Dejnyov, cənubda burada Pi burnu, qərbdə isə Kiçik Asiya yarımadasında Baba burnudur. Asiyada bir şey var ki, bütün bu ucqar nöqtələrin hamısı yarımadalarda yerləşir. Yarımada da bilirsiniz də, deməli, üç tərəfi su ilə əhatə olunmuş quru parçasına deyilir. Deməli, Çelyuskin yerləşir Taymır yarımadasında, şərqdə Dejnyov yerləşir Çukot yarımadasında, cənubda deməli Pi burnu yerləşir Malakka yarımadasında, burada Baba burnu yerləşir Kiçik Asiya yarımadasında. Asiya relyefinə görə ən mürəkkəb deməli qitədir. Asiya qitəsi deməli 6 regiona bölünür. Bu hissələr olur Şimali Asiya. Bu tərəf bura olur deməli Şərqi Asiya. Bu Yaponiya daxil. Bura Şərqi Asiyadır. Bu hissələr deməli olur Mərkəzi Asiya. Cənub olur, bax bura Cənubi Asiya. Bu adalar daxil bu hissə. Burada Hindiçin və Malakka yarımadası daxil. Bura olur Cənub-Şərqi Asiya. Bu tərəf isə olur Cənub-Qərbi Asiya. Hansı ki, biz də bu regionda yerləşirik. Bir də göstərirəm Şimal, Cənub, Şərq, Mərkəz, Cənub-Şərq, Cənub-Qərb. Oldu 6 dənə region. İndi bir-bir başlayaq. Hərəsində nə var, nə yox göstərək. Şimali Asiya tamamilə Rusiyanın ərazisində yerləşir və burada ən böyük relyef formaları Qərbi Sibir düzənliyi, Orta Sibir yaylası. Burada Mezozoy yaşlı dağlar, Verxoyansk, Çelsk, Sxote-Alin, Çukot. Sonra burada deməli Sxote-Alin dağları, Stanovoy, Aldan daxil, buraların hamısı Saxalin, Kamçatka yarımadası, Çukot yarımadası idi. Burada Taymır yarımadası idi, hansı ki Çelyuskin burnu buradaydı. Bunların hamısı olur, deməli bu Qərbi Sibir düzənliyi idi. Yəni bir sözlə Ural dağlarına qədər. Buralar olurdu Şimali Asiya. Şimali Asiyadan sonra keçək deməli Cənubi Asiyaya. Hindistan yarımadasını əhatə eləyir və deməli Himalay dağları Mərkəzi Asiya ilə Cənubi Asiya arasında sərhəd təşkil edir. Bura tamamilə qədim platformadır, bu Hindistanın bu hissəsi. Amma burada həmçinin geosiklinal ərazi də var. O da nədir? Himalay dağları. Burada nə yerləşir? Deməli Hindistan yarımadası, Dekan yaylası, Hind-Qanq ovalığı, Tar səhrası burada yerləşir. Sonra keçək Cənub-Şərqi Asiyaya. Baxaq burada nələr var. Cənub-Şərqi Asiyada ən böyük relyef vahidləri Hindiçin yarımadasıdır. Malakka yarımadasıdır. Sonra burada deməli bu Mekong ovalığı da var burada həmçinin. Mekong çayı axır Hindiçin yarımadasında. Burada Mekong ovalığı da var. Sonra bunların hamısı ümumilikdə bu adalar böyük zond, kiçik zond adaları adlanır. Ən böyükləri Sumatradır, burada Yavadır, Kalimantandır, Sulawesi'dir, Suludur. Sonra burada həmçinin Filippin adaları da var. Deməli bunların hamısı oldu Cənub-Şərqi Asiya. Sonra keçək Şərqi Asiyaya. Şərqi Asiyada deməli Çindir. Burada Böyük Xinqan dağlarıdır. Sonra Koreya yarımadası, Böyük Çin düzənliyi, Yapon adaları aiddir bu əraziyə. Deməli, qitənin bu hissəsi Sakit Okean odlu qövsünə aiddir. Sakit Okeanla Avrasiya tavasının toqquşduğu ərazidədir və buradakı adalarda fəal vulkanlar var idi. Məsələn, Yaponiyada Fudziyama vulkanı, Aso vulkanı var idi. Sonra amma bu hissəsi isə qədim platforma idi. Məsəl üçün, burada Böyük Çin düzənliyinin yerləşdiyi yer Cənubi Çin, Şərqi Çin qədim platformalar idi. Böyük Xinqan dağları isə deməli Paleozoy yaşlı dağ idi. Sonra keçdik Mərkəzi Asiyaya. Mərkəzi Asiyada bu Xəzərin şərqindən başlayır. Himalay, Tibet, Kunlun, Pamir, Hindukuş, Tianshan bu əraziləri əhatə edir. Deməli, Mərkəzi Asiyada dağların arasında Tarim,
Sonra təklə məkan çökəklikləri var. Eyni zamanda təklə məkan səhradır Mərkəzi Asiyada. Sonra burada Himalay dağları ilə Kunlun dağları arasında Tibet yaylası var. Dünyanın ən hündür yaylası hesab olunur. Hündürlüyü 5000 metrdən yüksəkdir. Eyni zamanda Tibet özü, Tibetli Kunlundur. Bunlar mezozoy yaşlı hesab olunur. Amma Tibet geosinklinalda, yəni hərəkətli ərazidə yerləşən yayladır. Eyni zamanda sonra Turan ovalığı var idi burada. Demişdik ki, dünyada cavan platformalar var. Onlar hansıları idi? Qərbi Sibir idi. Turan, Ön Qafqaz idi. Deməli, Turan ovalığı da cavan platformadır. Burada yerləşir. Burada Qızılqum, Qaraqum səhraları da var. Sonra Aral gölü yerləşir burada. Qazaxıstan Xırda təpəliyi var. Sonra burada başqa görək nə var. Tian-Şanı dedik. Tian-Şanın ən hündür nöqtəsi burada Qələbə piki idi, 7439. Pamirin ən hündür nöqtəsi Səməni piki 7495. Pamirin bir hündür nöqtəsi də Çində idi. Kongur 7719 metr idi o da. Sonra burada deməli Himalay dağlarında Everest dünyanın ən hündür zirvəsi 8848. Burada isə Çogori dağlarında K2 zirvəsi. O da dünyada ikinci ən hündür zirvə idi. 8611 metr. Aha, bunları da dedik. Sonra Hindukuş 7708 Trichmir Doruk idi. Bunun da ən hündür zirvəsi. Aha. Bunları dedik. Burada isə Şimali Asiyaya aid olan Altay Sayan dağları idi. Altayın ən hündür zirvəsi Beluxa 4506 idi. Sayan dağları isə 3491 idi. Sonra başqa Mərkəzi Asiyada da heç nə qalmadı dedik. Keçdik Cənub-Qərbi Asiyaya. Biz də bu regionda yerləşirik. Baxın burada Bakı. Bu hissələr Ərəbistan, Ərəbistan, İran yaylası daxil olmaqla bu hissələr bütövlükdə Cənub-Qərbi Asiya regionudur. Ən çox ölkə də elə məhz bu regionda yerləşir. Baxaq burada nələr var. Bax, Kiçik Asiya yarımadası var. Ərəbistan yarımadası dünyanın ən böyük yarımadasıdır. İran yaylası var. Qafqaz dağları, Böyük Qafqaz, Kiçik Qafqaz. Sonra burada Damavend dağları var. Ən hündür zirvəsi Elbrusdur. 5604 metrdir. Sonra burada Aşqabadın altında dedik Kopet dağ var idi. Onun hündürlüyü 3191 idi və Türkmenistanla İran arasında sərhəd təşkil edirdi. Bu hissədə Zagros dağları var idi və bunların hamısı Alp-Himalay qurşağına aid idi. Cavan dağlar hesab olunur. Daha sonra Türkiyədə şimal hissəsində Pont var idi, cənubunda Tavr dağları. Sonra burada materikin, qitənin ən alçaq nöqtəsi yerləşirdi. Qıxor çökəkliyi, Ölü dəniz 430 metr mənfi. Daha sonra burada da mənfi deməli 132 metr Karagiyo çökəkliyi idi. Sonra burada Turfan çökəkliyi var idi. Mərkəzi Asiyada unutdum deməyi. Mənfi 155 metr idi o da. Daha sonra Cənub-Qərbi Asiyada dedik ki, Azərbaycan idi. Sonra Gürcüstan, Ermənistan, Türkiyə kimi ölkələr yerləşirdi. Burada həmçinin Mesopotamiya ovalığı var. Dəclə Fərat çayları buradan axır. İran körfəzinə tökülür. Sonra başqa nə qaldı görək burada demədiyimiz. Qalan da kitabdan özünüz oxuyarsınız. Məndən bu qədər.